Dünən saat 5 radələrində ağır faciə baş verib. Ailənin bildirdiyinə görə 3 yaşında Rəsul adında oğlan uşağı 7-ci mərtəbədə açıq balkondan düşərək həyatını itirib. Bizə verilən məlumata görə hadisə baş verən vaxt uşaq həyətdə nənəsi ilə uşaq meydançasında oynayırmış. Evə getmək istəyib, nənəsinin yanından qaçaraq liftə tək girib. Qonşuların bizə verdiyi məlumata görə uşaq 6-cı mərtəbədə yaşayır, amma liftə 7-ci mərtəbənin düyməsini basır. Nənəsi gəlib ona çatanadək blokda yerləşən bu açıq eyvan ərazisinə çıxaraq aşağı yıxılır. Rəsul Əlifzadə ailənin tək övladı olub. Məsələ ilə bağlı təbibdən Xəzər xəbərə bildirildi ki, oktyabrın 18-i saat 15:40 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Çağırış ünvanına dərhal Təcili Tibbi Yardım Briqadası cəlb olunub. Təcili Tibbi Yardım Briqadası tərəfindən 2019-cu il təvəllüdlü azyaşlının həkimə qədər ölüm faktı qeydə alınıb. Hadisə ilə bağlı araşdırma aparılır.